Dövlət İmtahan Mərkəzi tərəfindən qəbula çox salınan sual tipinə baxacağıq. Şərtdə deyilir ki, cismə biri digərinə 60 dərəcəli bucaq əmələ gətirən istiqamətdə 2 F1 bərabərdir 3 Newton və F2 bərabərdir 4 Newton qüvvə tətbiq edilmişdir. Bu qüvvələrin əvəzləyicisinin modulunu hesablayın. Gəlin əvvəlcə qüvvələrimizi göstərək. Bax, bu olsun F1 qüvvəmiz 3 Newton qeyd olundu. Bu olsun F2 qüvvəmiz. Buna isə 4 Newton verilmişdir şərtdə və bu qüvvələr 60 dərəcəli bucaq əmələ gətirdiyi qeyd olunur. Burada paralleloqram qaydasından istifadə edəcəyik. Paralleloqram qaydasından istifadə edəndə bax, paralleloqramı tamamlayıram. Həmin paralleloqramın diaqonal olacaq əvəzləyici qüvvəmiz. Uşaqlar kosinuslar teoremini tətbiq edirlər. Burada F əvəzləyici bərabərdir. Kök altında F1-in kvadratı çıx və üstə gələk F2-nin kvadratı çıxaq 2F1, F2 vuraq kosinus alfa. Əslində burada üstəgələk olmalıdır əvəzləyici qüvvənin tapılmağında. Niyə? Burada əsas çaşdırıcı məqam budur. Əzbərləməyə ehtiyac yoxdur. Hansı ki biz normalda buradakı bucağı alfanı həmin bax bu çəkdiyimiz əvəzləyici qüvvənin vektorunun qarşısındakı bucağı götürməliyik. Tam bax burada. Biz də bilirik ki paralleloqramın bir bucağı verilibsə digər bucağını tapmaq üçün əlbəttə ki 180-dən çıxmalıyıq. Qonşu bucaqlar. Baxın bura 60 dərəcədirsə əlbəttə ki, bu bucağımız olacaq 180 çıxaq 60, 120 dərəcə. Kosinus 120-də də işarəsini dəyişir. Yəni, kosinus 180 çıxaq 60 yazırıq və işarəsini dəyişir, mənfi olur. Buradakı mənfi olacaq nə əlbəttə ki, müsbət. Yəni, siz əgər ki 60 dərəcə ilə işləsəz, ona görə burada siz müsbət götürməlisiniz. Amma yox, əgər ki qüvvə vektorunun qarşısındakı bucaqla işləsəz, elə çıxaqla olduğu kimi yazmalısınız. Biz də gəlin elə alfa ilə 60 dərəcə ilə işləyək, ona görə də üstəgələk yazacağıq. F1-in kvadratı 9, üstəgələk F2-nin kvadratı 4-ün kvadratı 16 plus 2 vuraq 4 vurulsun 3 vuraq kosinus 60-da da 2-də 1 alır. 2-lər ixtisar getdi. 9 üstəgələk 16 25 eləyir. Üstəgələk 4 vuraq 3 12. 25 üstə də 12 gələndə eləyəcək 37. Kök altında 37 olacaq, cavabımız C bəndidir.